Ərəb Birləşmiş Ərəb Birləşmiş Ştatları. ƏBŞ. Şudur olmaq necə bir hissdir? Yəni tərəkəm olmaq necə bir hissi ilə eynidir və bizə tarixdə keçiblər ki, Hindistanda kasta rejimi var. Bu kasta rejiminə görə müəyyən qruplar geri düşür. Həqiqətən var mı? Buna mal nə deyə bilərsən? Əslində var hələ. Hələ də qalıb. Bəli. Sənin təcrübələrin nədir bəs bundan bağlı? Əslində Hindistanda daha çox yaşamamışdım. Az illər üçün orada oxudum, məktəb üçün də. Orta məktəb. Orada çox maraqlı idi ki, 15 yaşında, 14 yaşında uşaqlar kasta barədə danışırdılar ki, çox tarixli şey idi. Biz artıq necə deyim 2016-da idik. Buna barədə necə danışa bilər? Həqiqətən belə şeyləri var və elə bizim qrupumuz içində belə fərqi göstəriblər o yaşında. Mən çox şokda idim. Həm də o əslində bir səbəbidir ki, mən orada universitet üçün də oxumadım əslində. Niyə oxusan nə baş verərdi ki? Yəni Mənim kasta görə. Sənin kasta görə orada universitet oxuya bilmədin? Yox, istəmədim orada oxumaq üçün. Çünki sənə müəyyən müddət icazə verməyəcəkdilər bir şeyə. Hə, ola bilər, amma nəysə də hələ onun fərqi göstərərdilər ki. Hə, başa düşdüm. Məsələn 4 dənə kast vardı. Brahmandır, Kshatriyadır, nə bilim, rahiblər, müəllimlər, hökmdarlar, tacirlər, daha sonra döyüşçülər, sonra tacirlər, sonra isə əkinçilər. 4. Sən hansındasa şudrasan, sən əkinçi qismi. Ya, hazırda elə şudur olmaq necə bir hissdir? Yəni tərəkəm olmaq necə bir hissi ilə eynidir və okey, şudur olmaq necə bir hissdir? Axır ki bu sualı verə bildim nə yəni. Həmişə oxuyurdum tarixi, Delhi sultanlığı, nə bilim Mauriya imperiyası. Orada şudur olmaq. Aha. Əslində ona barədə tam aydın şəkildə deyə bilmirəm, çünki mən uzun müddət əslində bütün həyatım başqa ölkədən keçdim. Hansı ölkə? Ərəb Birləşmiş Ştatları. ƏBŞ. Ərəb Birləşmiş Ərəb Əmirlikləri. Mən bir unutdum. Nətər ƏBŞ elədiysə. ƏBŞ.